12 var. Necə? 7 var. 7 var. Diqqətli olursan, aha. Diqqətli olursan, baxırsan lövhəyə. Deməli, baxırıq burada. Adiləşmək sözünü necə tələffüz edirik? Adiləşmək. Bu şəkildə tələffüz edirik. Bir dəqiqə. Aha, bir dəqiqə mən bunu. Ben qələmi dəyişdireyim. Tamam. Adiləşmə deyir ki, vurğu son heyecanın üzərindədir. Vurğu son heyecanı. Sən bilirsən ki, milli şəkilçi, yəni söz milli deyil ha, amma şəkilçi millidirsə, bəli, sən onu götürəcəksən, vurğu sona düşür. Bu doğru fikirdir. Deyir, ahəng qanuna tabe deyil. Baxırsan ki, A qalındır, İ incədir, bəli, tabe deyil. İlk saat uzun tələffüzü. Burada qeyd eləmişəm, uzanma var, düzdür. Deyir, tərkibində G, cingiti, samtin kar qarşı var. G-nın kar qarşılığı nədir? K, düzdürmü? K görürük burada. Biz axı sait və samiti nə ilə tapırıq? Sait və samiti nə ilə tapırıq mütləq? Tələffüzlə. Tələffüzlə görürsən ki, burada axı yoxdur Q hərfi, Q səsi. Sən onu çünki mag milli şəkilçi olduğu üçün sən onu mək hissəsini çevirmişsən X şirxə, yəni Q-nu çevirmişsən X şirxə. Buna görə də variantın olur D variantı. Sonra 12. 12-ci testə baxırıq. 12-ci testdə tələffüz edirsən. Zəhimli. Zəhimli. Başa düşürsən ki, əgər sözün sonu qoşu samitlə, müxtəlif cinsi qoşu samitlə bitdi. Samitlə başlayan şəkilçi əlavə edilir, mütləq buradakı kimi kökə sait əlavə olunacaq. Deyir ki, ahəng qanuna tabidir. Bəli, əgər ahəng qanunu heca vurğunu biz bilirik ki, ahəng qanunudur, heca da vurğudur. Biz bunu yazı üzərində aparacaq. Amma sait və samitə aid nə varsa bunu tələffüz üzərində aparacaq. Ahəng qanuna tabidir, bu düzdür. Deyir, həm açıq, həm qapalı sait var. Ə olacaq açıq, İ ilə digər İ olacaq qapalı, düzdür. Deyir, hər üç hecanın tərkibində incə sait var. Hecalar necədir? Zəhimli. Bəli, hər iki hecanın tərkibində incə sait var. Amma bu üç heca deyir axı. Buna görə səhvdir. Çünki biz heyecanı yazı ilə, yəni bu ilə tapacaq. Bu isə tələffüzdür. Heyecanı tələffüzdən tapmadığımız üçün variantı olacaq C variantı. Vurğu ikinci hecadadır, düzdür. 3 samitin qarşı yoxdur. Samit deyirsə gəl tələffüzə. Baxırsan H-nın qarşılığı yoxdur, M-nın qarşılığı yoxdur, L-nın qarşılığı yoxdur. Yəni variantı olur C variantı. Başa düşdün? Tamam. Tamam. Sonra neçəyə baxaq? 22. 22-ci testə baxırsan, 22-ci testi tələffüz edirsən, üzürrü. Yine eyni qaydadır. Qoşa samit gəlib, samitlə başına şəkilçi gəldiyi üçün kökə biz sait əlavə elədik. İndi burada fikir ver, tələffüzdə sən üzürrü tələffüz edirsən, L-nı görürsən tələffüzdə. Xeyr. Demə variantın D olacaq. Çünki sən bilirsən axı ki, biz ahəng qanunu heca vurğunu yazı üzərində tapırıq. Amma sait samit aid nə varsa biz onu tələffüz üzərində tapırıq. Üzürü deyəndə L-nı görmədiyim üçün variantımı götürürəm D variantı. Sonra buyurun yoldaşlar, biraz tezsiz deyin. 33. Aha. 33'ü tələffüz eləyəcəksən, bax. Tələffüzü yazıram sənə. Həcimli. Kökə sait əlavə olunanda problem yaşamısan, diqqətli ol. Həcimli. Səndən doğru fikir istəyir. Deyir, bir açıq. Baxırsan, bir dənə açıq sait var. Amma neçə dənə qapalı saitin var? 2 dənə, düzdür. Bu da bir dənə deyir axı. Deməli, bu yanlışdır. Bax indi.
Bir də təzədən yazıram ki, yadından çıxar birdən. Həcimli. Deyir ki, bir kar, iki dənə cingiti samit yanaşı işlənib. Gördüyün kimi bir dənə kar işlənib. Deyir, iki dənə də cingiti samit yanaşı işlənib. Bir kar, iki cingiti samit yanaşı işlənib burada. İki dənə cingiti samit yanaşı işlənib. Deməli, bu da yanlışdır. Bizdən nə istəyirdi sualda? Doğrunu, yanlışı, doğrunu. Deyir ki, yazışı ilə deyilişi fərqlənmir. Yazışı ilə deyilişi fərqləndi axı. İyi gətirdim bura. Bu da səhvdir. 3 samit yanaşı işləndiyi üçün vurğu ilk heyecan üzərinə düşür. Bu səhvdir. Yazılışını yazıram həcmli. Bunun dəxli yoxdur yoldaşlar. Vurğu samit yanaşı gəldiyi üçün deməli ilk heyecan üzərinə düşə bilməz. Vurğu sona düşür. Deməli bu yanlışdır. Deyir iki heyecalı sözə bəli. Heyecanı yazı ilə tapırıq deyə 2 dənə sahib görsən demək 2 dənə heyecandır. Doğru variant olacaq Y variant. 41 var mı? 41'ə baxırıq. Deyir ki, tələffüzdən bax. Cavan, naş, max. Cavanlaşmaq. Tələffüzünü bu şəkildə elədin, düzdürmü? Nə baş verdi? Nə gördün burada sən? Səs əvəzlənməsi hadisəsini gördün, düzdür? Səndən səhvi soruşur. Deyir, yalnız qalın açıq saytlar işlənmişdir. Görürsən ki, yalnız qalın, bəli, açıq saytlar işlənir, bu düz fikirdir. Deyilişi yazışı arasında fərq var. Bu da düzdür də. Gördüyümüz kimi burada L-nı N-ya çevirmişik, G-nı X-ya çevirmişik. 2 N samiti vardır deyirsə görürük. Tələffüzdə 2 N samiti var, düzdür. Vurğu 4-cü hecadadır deyirsə burada düzdür. Y samitinin kar qarşılığı nədir Vüsalə? Y-nın kar qarşılığı. Günəş? Y-nın kar qarşılığı Xüs iştirik olacaq. Y-nın kar qarşılığı nədir? Xüs iştirik. Deyir, Y samitinin kar qarşılığı ilə bitir. Axı burada Y-nın kar qarşılığı bitmir. X-la bitir. X nəyin kar qarşılığıdır? G-nı. Yəni bu səbəbdən Y variantı səhv olur. Sonra? 58. 42 var məndə. Qırx ikinci testə baxırıq yoldaşlar. Diqqətli oluruq. Deməli, 42-yə baxırıq. Bizdən soruşur ki, sədirlik sözünün fonetik xüsusiyyətlərindən bağlı. Tələffüz edəcəksən. Sədirrik. Sədirrik. Sədirrik yəni. Səndən nə istəyir? Səfi. Deyir ki, 2 kar, 3 cingiti samit var. Baxırsan, 1 kar, 2 kar. Düz deyir. 2 dənə kar var. 3 dənə də deyir, cingitili var. Baxırsan lövhəyə, bəli, 3 dənə də cingitili var, düzdür. Deyir, bir dənə incə açıq, bir dənə incə açıq, 2 dənə incə qapalı var. Bunu da düz deyir. Deyir, 2 hecalıdır, 3 sait səs işlənmişdir. Necə 2 hecalı 2 hecalıdır deyir. 3 sait səs işlənmişdir. Aha, 2 hecalı düz deyir. 3 dənə sait səsdəki hərf demir. Səs dediyi üçün doğrudur. Deyir, samitlərdən ikisi yazılışından fərqli tələffüz olunur. Samitlərdən ikisi yazılışından fərqli tələffüz olunur. Sən baxırsan ki, L-nı tələffüz edirsən R kimi, Q-nı tələffüz edirsən X düşdürük kimi. Yəni ikisi yazılışından fərqli tələffüz olundu. Deyir, 2 müxtəlif cingiti samitin qarşılığı yoxdur. Burada 2 eyni, yəni R, 2 eyni samitin kar qarşılığı yoxdur. 2 müxtəlif cingiti samit o demək ki, bunun biri L olmalıydı. Tutaq ki, biri R olmalıydı. Başa düşdün? Bəs biri M olmalıydı, biri R olmalıydı bu şəkildə. Sənə deyir ki, 2 müxtəlif cingiti samitin qarşılığı yoxdur. Bu səhvdir. Çünki burada R 2 eyni cinsi samitdir, müxtəlif deyil. Ona görə variant Y-dir. Sonra? 58.
Deməli 58. İndi diqqətli olursan, bax bu testdə biraz diqqətli oluruq yoldaşlar. Ekrana baxın, ancaq fonetik təhlili yazını öyrənirik. Birinci imtahanda oturmusan, şərtlərə baxmadan birinci sən özün-özünə tələffüz elə. Tələffüz edirsən rəng, bərəng, bitməyən, rəngarəng, maestroluğu kimi saxladın. Sonra bu nədir? Fonoqrafiya. Tələffüz elədin. Artıq tələffüzü biləndən sonra keçirsən. Deyir tələffüzündə 2 fərqli məqam var. Burada bir fərqli məqam var. Çıxırsan, burada yoxdur. Çıxırsan, burada bir fərqli məqamla çıxırsan. Qalırsan hansı variant arasında? A və C arasında. Deyir vurğusu 2C düşür. Sən bilirsən axı ki, qaydada yazmışdıq ki, ba bitişdiricisi hansı sözdə varsa, vurğu birinci hecəyə düşəcək. Vurğu birinci hecəyə düşəcək. Bir dənə üzbəüz sözündən başqa. Deyir, indi o vurğun o anda yadına düşməsə, deyir tərkibində 2 kar samit var. İndi tələffüzlə tapdığın üçün Q da kardır, Q da kardır. Burada da F da kardır, F da kardır. Bütün hecələr samitlə başlayır. Rəng, bərəng, fonoqrafiya. Bu da düzdür. Sən ancaq burada işin sirri burada vurğudadır ki, sən bilməlisən ki, ba bitişdiricisi harda varsa, vurğu birinci hecəyə düşür. Bir dənə üzbəüz sözündən başqa. Bildin? Bəli. Tamam. Sonra yoldaşlar. 66. 60, var nənə. 62. Bəli. Görək nə deyir burada? 62-də bizə deyir ki, verilən fikirlərin hər üçünün aid olduğu sözü müəyyənləşdirin. Yəni bu sözün hamısı bura aid olmalıdır. Tələffüzümüz necədir? Tələffüzümüz nəzakətləndir. Nəzakətlə. Sonra ikinci sözün tələffüzü necədir? Qabiliyyət. Üçüncü sözün tələffüzü necədir? Təcavüzkarlıq. Dördüncü sözün tələffüzü necədir? Şaxələmmək. Yəni şaxələnmək. Sonuncu variantın tələffüzü necədir? Fatihlik. Fatihlik. Bu şəkildə. İndi bizə nə soruşur burada? Deyir ki, özün üçün də müəyyənləşirsən ki, A variantı, B, C, D, E variantı. İndi səndən soruşur ki, Yalçı ilə deyişəsində 2 fərqli məqam var. Sən baxırsan ki, nəzakətlə də, bəli, 2 fərqli məqam var. Baxırsan, diqqətli olursan. Nəzakətlə də 2 fərqli məqam var. Biri bu hərf, biri bu səs, biri bu səs. Qabiliyyətdə amma bir fərqli məqam var. Yəni, Y düşüb, ona görə bu varianta çıxırsan artıq. Təcavüzkar, sən karkeş tələffüzdə fərq yaratmır. Uzanma da fərqi deyil deyə 2 fərqli məqam var, bunu saxladın. Şaxələnmək, 2 fərqli məqam var. Deməli, sən bunu da saxladın. Çünki n-mıya bunda xüsusi şirxə çevirmirsən. Fatihlikdə bir fərqli məqam var. Yəni, Q-nu xüsusi şirxə çevirmirsən. Yəni, 2 variantını ələyirsən. Ondan sonra baxırıq. Saitlərdən biri uzun tələffüz olunur. A, C, D variantının hər birində uzanma var. 4 dənə cingiltili samit var. Sən artıq bunu sayırsan. Baxırsan ki, 1 cingiltili samit, 2 cingiltili samit, 3 cingiltili samit, 4 cingiltili samit. Demək, variantın olur A variantı. Niyə o birlərini götürmürük? Ona baxırıq. 1 cingiltili, 2 cingiltili, 3 cingiltili, 4, 5, 6 dənə oldu burada. Ona görə çıxdım. Digər D variantına bax. L, M, 3 cingiltili oldu deyə bunda çıxdım. Variantın olur A variantı. Bir də demişdiniz ki, karla cingiltini necə ayırt edirik? Yəni ayırt edirdik. Deməli, əzbərləyə bilmiriksə və yaxud da cümlələr deyirlər müəllimlər, müəyyən bir cümlələr yadımızda saxlaya bilmiriksə, imtahan prosesində elə abituriyentlər olur ki, emosional olur və həmin cümlələr belə yadına düşmür onun.
Paşanın adı falan yadından çıxır. Bu səbəbdən mən məsləhət görmürəm ümumiyyətlə cümləni yadımızda saxlamağı. Demişdim ki, əlimizi ağzımıza yaxınlaşdırırıq. Hər səsi öz adı ilə çağırırıq. Yəni P demirik də, P deyirik, B deyirik, T deyirik, D deyirik. Əgər hava axını əlimizə çox dəyirsə buna kar, az dəyirsə biz ona cingitili deyəcəyik. Bir də təkrar edirəm. Deməli, samitləri öz adı ilə çağırırıq. Yəni B, D, T, C, Ç bu şəkildə. Əgər əlimizə hava axını, yəni samiti deyərkən əlimizə hava axını çox dəyirsə buna kar deyəcəyik. Az dəyirsə biz buna cingitili deyəcəyik. Məsələn, P deyəndə hava axını çox dəydiyi üçün bu kar, B deyəndə isə cingitilidir. Bu şəkildə. Bəzən. Aha, tamam. Buyurun, davam eləyək. 66. 66. Diqqətli oluruq yoldaşlar. İndi bura baxın, çörək otu. Sözün sonu k ilə bitib, düzdürmü? Biz bunu necə tələffüz edəcəyik yoldaşlar? Çörək. Sizcə k-ni necə tələffüz edək? Y olacaq. Y kimi. Çünki o saytı, çörək otu, bəli, bu şəkildə tələffüz elədik. İndi sənə deyir ki, düzgün fikirləri müəyyənləşdirin. Çörək otu şəklində verdiyi üçün bu variant səhvdir artıq. Yəni bunları çıxırsan. Deyir ki, vurğu son heciyə düşür. Bəli, mürəkkəb sözdə vurğunu sona atdın. 2-ni götürdün. Deyir, səs tərkibi ilə hərf tərkibi fərqlidir. Səs tərkibi ilə hərf tərkibinin fərqli olması o deməkdir ki, yəni burada ən azından səs əvəzlənməsi var, səs düşümü var, səs artımı var. Bunu nəzərdə tutur. Deyir, hecaları çörək, otu. Bunu da düz deyir. 3 dənə kar var. Baxırsan, bir dənə kar, 2 dənə kar. Yəni burada 2 dənə kar samitim var. 2 dənə də cingitili samitim var. Deməli, bu səbəbdən də 5-i də yanlışdır. 5-i də çıxırsan. Variantın olur 2, 3, 4. Bildin? Bəli. Tələffüz edəcəyik. Köpüklü. Köpüklü şəklində. Deyir ki, səhv fikri müəyyənləşdirin. 3 dənə incə, 1, 2, 3 dənə incə görürsən, düzdürmü? Deyir, g səsinin kar qarşılığı olan, g-nin kar qarşılığı nədir? K. Deyir, g-nin kar qarşılığı olan 2 k. Axı sən burada bir k-ni görürsən. Bir k-ni gördün. İkinci k-ni görə bilmirsən axı. Çünki sən oradakı k-ni çevirmirsən x-ü-şirxə. Sözün sonu k ilə bitdisə, k-yə əvəzləməsi baş verən sözü sən onu avtomatik çevirəcəksən x-ü-şirxə. Belə. Başqa buyurun. Məndə bitdi maalesef. Aha. Günəş. Mən 98. 98. Doxsan səkkizin testə baxırsan. Xoş niyyətli sözün xoş. Niyyət kökdür deyə niyyətli. Saxlayırsan, yəni orada yeni atmırsan. Digərini tələffüz edirsən. Xoş, xas kökdür deyə y-nın birini atırsan. Xoş xəsiyyətdir. Bu şəkildə tələffüz edirsən. Səndən səhvi soruşursan. Deyir ki, bax indi C variantına bax. Deyir, hər iki sözdə hərflərin sayı səslərin sayından çoxdur. İndi burada baxırsan ki, bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Düzdürmü? Deməli, burada hərf də 11-dir. Səsli də sadəcə əvəzlənmə elədiyi üçün səs də 11-dir. Deməli, hərflə səs bir-birinə bərabər oldu. Yəni, artıq xoş niyyətlidir, tələbi ödəmədi. Amma digərinə baxırsan, bax hərflə səs, digərinə baxırsan. Baxırsan ki, 3, 6, 8, 10, 11, 12, 13. Burada hərf 13-dür, amma səsdə y-nın birini atmırsan, axı bu isə 12-dir. Demək, hərf səsdən böyükdür burada. Nəticədə hər iki sözdə hərflərin sayı səslərin sayından çoxdur fikri yanlışdır. Burada bərabərdir, burada isə hərf səsdən çoxdur.
Bitirdiysə yoldaşlar, keçək başqa məqama. Bir də 103, 104, 105 yeni suallardır da yoxsa? Necə? 103, 104, 105 bunlar yeni suallardır. Mən Bəli. Yox, Ya, 103 onu- keçən 103 köhnə topluda da var. 104 də var idi köhnə topluda. 105 də var idi. mən orada bir 106, 107, 108 səhv olub məndə. 106. Bəli, oradan başlayaraq 108-ə qədər. Aha. 106-ya. Deyir ki, verilənlər hansı sözün fonetik təhlilini tam əhatə etmir. Sən deməli, sən buna fikir verməlisən. Birinci, bunu tələffüz eləməlisən ki, körük, ləməx tələffüz, şifrələmı, əxüsüşdürü, veyilləməx, tüstüləməx, püxtələşmək. Bu şəkildə tələffüz elədim. Tələffüzün birdir. İndi deyir ki, ahəng qanuna tabedir. Ahəng qanunu biz nəyindən tapacaq? Yazı üzərində, düzdürmü? Bəli, yazı üzərində. Buradakıların hamısı ahəng qanununa yazı üzərində tabedir. Deyir, y cingitili samitinin kar qarşılığına bitir. Y-nın kar qarşılığı nədir? Xüsüşür. Gördüyün kimi bunun hamısının sonunda sən o xüsüşürü görürsən, düzdürmü? Bu da tələb edən. Bu ilə tapa bilmirik. Deyir, qarşılığı olan samitdən başlayır. Gördüyün kimi K-nın qarşılığı G-dır, Ş-nın qarşılığı J-dır, V-nın F-dır, T-nın D-dır, P-nin də B-dir. Deməli, bu da tələb ödəmədir. Deyir ki, vurğusu vurğunu saxlayaq. Yazışı ilə deyiliş arasında iki fərqli məqam var. Bu iki fərqli məqamın bir dənə B variantını ələyə bilirsən, təəssüf ki. İndi deyirsən ki, vurğusu mehribanlıqla sözünün vurğusu ilə eyni hecəyə düşür. Baxırsan ki, mehribanlıqla zərfdir. Mehriban sözün köküdür, lıq leksikdir, la da zərfçidən leksik şəkilçidir. Mehribanlıqla da başa düşdük ki, zərf üzərdən la vurğu götürmədiyi üçün vurğunu atacaqsan ın üzərinə. Bu da neçənci hecə edir? 1, 2, 3, 4-cü hecə. Deməli, sən vurğunu 4-cü hecədə axtarmalısan. Dedin. Deməli, sən vurğunun birinci. Səndən nə soruşur? Amma tam əhatə etmiri soruşur. Tam əhatə etməyəndə hansıydı? B variantı idi. Çünki hamısında körükləməkdə də vurğu sona düşürdü. Şifrələməkdə də sona düşür. Verilənməkdə də vurğu sona düşür. Püxtələşməkdə də. Bir dənə burada bu bəndlə biz çıxırıq ki, deyir ki, deməli, yazışı ilə deyişirsin, iki fərqli məqam var. Axı B variantında tüstülənməyi necə tələffüz elədin? Tələffüz elədin tüstülənmək. Neçə fərqli məqam oldu burada da? Tüstüləmək 3. Aha, baxırsan 1 fərqli məqam, 2 fərqli məqam, 3 fərqli məqam. Aha. Variant bildiyində nə oldu? Biraz üstündə yazı pozu, nəsə proqram silmir. Ha, sildi. Sonra neçən dedin? 107, 108 məndən ardınca. 107. Bax, bunu ancaq tələffüz eləməlisən. Bax, lövhədə göstərəm, diqqətli ol. Tələffüz edirsən uzaq. Tələffüz edirsən uzaq. Görən n, i, x, görən nix, nən. Sənətkar, rıq, nan. Bu ümumiyyətcə lə gələndə nən olur da. Bəli. Səmimi, y-nın biri gedir tələffüzə, bu olur nən. İtaət yerində qalır o hissə. Bu hissən desən rıq, nan deyirsən. Xəyanətə uzanma işarəsi qoyursan, bu da kar yerində qalır, bu da rıq, nan olacaq. İndi səndən nəyi soruşur burada? Diqqətli oluruq. Amma belə başa düşməsən, burada qələm incətmək olmadı. Başa düşməsən, biri tələffüzlərini təzdən yazaram. Deyir, deyilişi ilə yazışırsan 4 fərqli məqam var. Bura bax, A variantından 1, 2, 3, 4, 5. Burada 5 fərqli məqam var deyə artıq A-nı çıxmısan. Y variantında biri düşdü, 2 dənə lə də oldu, nən. 3 fərqli məqam var deyə çıxırsan bunun.
Sonra digərlərində amma 4 fərqli məqam var. Burada da 4-dür, burada da 4-dür, burada da 4. Düzdür. İndi baxaq. Qarşılığı olmayan 5 dənə samit var deyir. İndi burada baxırsan sən, üzr istəyirəm. Deməli burada təzədən baxırsan sən. Ay, əstəğfurullah, eyni şey yazıram yorğunçuluqla. Sənət, karlıqla. Sənətkarlıqla. İndi sənə burada deyir ki, qarşılığı olmayan 5 samit var. Baxırsan 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə. Gördün mü? Deməli variantın olur C variantı. Sonra 108. 108